Ceketim de koptu. Deməli bunun da hayatı bura kadar imiş. Ayakkabının altı kopsa ne yapacağım? Ayak alın gedəcəm. Geçmişte anam danışardı ki, Sovet dövründə ümumiyyətlə insanlar ac olublar, ac. Doyunca yemək istəyiblər. Hələ geyim kənara. Deyirdi bir dağ kəndinə, bir dağ kəndinə corablarla gediblər qışda. Və deyirlər Sovet dövrü yaxşıdır. Deyirəm o adamı qaytarasan o Sovet dövrünə, qabağına qoyasan o rəngsiz televizoru, o belə çak eləyən televizoru, o konfetləri, o vaxtın marojna tapılmır, o şeyləri görüm nə deyir. Belə insanlar bilsiz necədir? Həmişə keçmişlə yaşayan insanlardır. Keçmişte de razı olmayıblar hayatlarından. Sadece olarak o geçmiş onlara daha cəlbedici gelir. Japonlarda bir çox minimalistdir də, əşya istəmirlər evdə. Deyirlər ki, əşya çox olanda enerjini alır. Nə qədər alan geniş olsa sən yaşadığın ev, o qədər enerjik olursan. Həm də yığışdırmağa, eləməyə də boş enerji, vaxt xərcləmirsən boşuna. Onlar bir şey alanda da deməli evdə mütləq bir şey atmalıdırlar. O gün bir Rus kızı var, Yaponiyada yaşayan, onun videolarına baxıram, çox maraqlı məlumatlar verir Yaponiya haqqında. Deyir ki, mən də deyir, artıq o qayda ilə gedirəm. Bir şey alanda düşünürəm ki, tamam bunu aldım, amma evdə nəyi tullamalıyam? Əgər nəyisə tullamaq istəmirsəmsə deyir, o şeyi almıram. Bu ketdə indi tullayıb əvəzində almalıyıq. Bura kadar. Buradan artıq gedirik ayaqyalın. Ayaqyalın gəzmək çox faydalıdır, oxuyarsınız faydaları haqqında. Bunları da götürüb yandıraram. Bak burada da zibillər var. Əvvəllər ambarlar olardı, ambarlar. Videolarımda var. Mən faktla, sübutla, mənbə ilə danışmağı sevən biriyəm. Belə bir söz var. Əlahəzrət fakt. Yalançının əlbəttə nə qoysan qabağına, hələ ki narsist, psixopat, sosiopat yox deyəcək. Amma fakt orada dəyişmir. Dünya faktı qəbul edir, həyat. Və sənin yalan danışdığın yerindən öyle vurur ki, donuz kimi bağıra qalırsan. Onda da kimsə sənə inanmır. Məsələ bu. Beləliklə çatdıq evə. Bugünkü günün son akkordunu vurum. Bir ölkədə ki, qartal balaları böyümür. Hətta qartal balalarını toyuq balalarına döndərirlər. O ölkədə səmalarda uça bilməzsən. O ölkədə bataqlıqda donuz kimi çabalaya durarsan. Yəni analar, qız fərqi yoxdur, oğlan fərqi yoxdur. Qartal balaları yaratmalı. Qanadlarını qırıb toyuq balası toyuq etməməli. Hələlik səmalarda yenidən uçana qədər.